Əziz dostlar, əziz bizim tamaşaçılar, daimi tamaşaçılarımız, gözəl insanlar, gözəl ürək sahibləri, gözəl düşüncə sahibləri. Bugünkü qonağımız, dəyərli dostumuz, 1-ci Qarabağ döyüşlərində döyüşmüş, gözəl bir insan Zeydullah Mustafayevdir. Zeydullah Mustafayevi uzun illərdir tanıyıram, o kifayət qədər təvəzzökar insandır və məndən xahiş edib ki, mənə çox suallar vermə, mənə çox özüm haqqında danışmaq istəmirəm. Hərçənd o onun halal haqqıdır, çünki vətən uğrunda kifayət qədər döyüşmüş, canını oradan əsirgəməyən, o döyüşdən əsirgəməyən bir oğuldur. Bu çəkiliş, bu videonun halal haqqıdır. Bizim də borcumuz bu vətən uğrunda döyüşən oğulları dəyərincə işıqlandırmaqdır. Baxmayaraq ki, Zeydullah qardaşımız təvəzzökar insandır. Bütün bunlara baxmayaraq biz bunu canlandırmalıyıq, biz öz işimizi dəyərincə görməliyik. Qabaqcadan dediyim kimi o mənə xahiş edib ki, bu döyüş yolları haqqında soruşma, danışmaq istəmirəm. Mən pis çıxar, mən özümü tərifləmiş kimi olaram. O baxımdan da mən bəzi o sualları, uzun-uzadı sualları verməyəcəm ona. Bütün o mərhələlərəcən, o döyüş mərhələlərinəcən getməyəcəm, toxunmayacam onlara. Çünki dəfələrlə o məndən onu xahiş edib, mən də təəssüflənirəm ki, o imkan yaratmır. Amma bütün hallarda o dəyərli şəxsiyyətli, dəyərli insandır ki, o deyir mənim borcumdur, mən öz borcumu yerinə yetirmişəm. Mən özüm haqqında çox danışmaq istəmirəm. Demək, Zeydullah hal-hazırda o polkovnikdir, demək, o döyüş ərəfəsində komandir batalyon olubdur. Sonra, demək, haracan yüksəlmişsiniz? Ordunun qərargah rəsmi var. Döyüşü mən başlamışam, komandir batalyon, yəni ki, indiki zamanda Tabor komandir vəzifəsindən Ağdərədə və döyüşü qutarmışam Qaradizdə ordunun qərargah rəisinin müavini vəzifəsində, daxili qoşunlarda. Demək, döyüş yollarınız hansı bölgələrdən keçib, onu da xahiş edirəm. Döyüş yollarım keçib Ağdərə, Laçın, axırda da Füzuli. Füzulidə qutardınız. Nə qədər ildə çəkib o? 1 il 8 ay. 1 il 8 ay, kifayət qədər demək, döyüşlərdə olub bizim Zeydullah qardaşımız. Onun dediyi kimi də vaxtı uzatmaq istəmirəm, o detallara varmaq istəmirik. Demək, ondan bizə yadigar qalan, o döyüşlərdən bizə yadigar qalan onun 1 dəqiqə 5 saniyəlik hardasa videosu var. O video ilə yekunlaşdıracağıq bizim bu görüşümüzü. Təşəkkür edirəm sizə, dəyərli dostlar, dəyərli tamaşaçılar. Allah köməyiniz olsun. Allah sizi var eləsin. Mən istər 1-ci Qarabağ döyüşlərində, istəyir sonraki 2-ci Qarabağ döyüşlərində canından keçən vətən oğulları, şəhid olmuş vətən oğullarına Allahdan rəhmət deyirəm. Canlarını qoyublar vətən uğrunda, vətən yolunda. Qazilərimizə hər ikisində istəyir 1-ci vətən uğrunda, döyüşləri uğrunda, 2-ci döyüşləri uğrunda canlarını əsirgəməyən qazilərimizə can sağlığı arzulayıram, uğurlar arzulayıram. Əskərlərimizə, döyüşən əskərlərimizə, salamat dönən əskərlərimizə uğurlu gələcək arzulayıram hər birinə. Allah dayağınız olsun, Allah köməyiniz olsun və bir daha deyirəm ki, nə yaxşı ki, Zeydullah qardaşımız kimi gözəl insanlar var, gözəl dostlar var. Vətən üçün canını əsirgəməyən, vətən üçün canından keçməyə hər vaxt hazır olan belə dəyərli oğullar var. Bu vətəndə, bu evdə, bu ovada. Təşəkkür edirəm göstərdiyiniz diqqətə görə dəyərli dostlar, dəyərli tamaşaçılarımız. Bir an igidər qaçmadı düşmən qabağından. Göstərdi hünər qaçmadı düşmən qabağından. Son anına qədər qaçmadı düşmən qabağından.
Əhsən belə bir oğlana oğlum şəhid oldu. Fəxr eyləginə ay ana oğlum şəhid oldu. Qeyrətlə girib meydana oğlum şəhid oldu. Vallah şəhidlik həqiqətən ali məqamdır. Peyğəmbərimiz dediyi həmən ali məqamdır. Ən yüksək olan zirvədir, ən ali məqamdır. Üst tutdu həmin ünvana oğlum şəhid oldu. Əziz dostlar, bugünkü görüşümüz burada tamamlanır. Mən buradan təşəkkür edirəm Zeydullah qardaşımıza, bizə göstərdiyi diqqətə görə. Və bir də deyirəm ki, nə yaxşı ki, Zeydullah kimi qardaşlarımız var bu dünyada, bu vətəndə və vətənimizi qoruyurlar və canlarından hər zaman keçməyə hazırdılar. Və ona təşəkkürümü bildirirəm. Bütün bu əskər dostlarımızın hər birinə təşəkkürümü bildirirəm. Və Zeydullah qardaşımızla sağollaşırıq. Allah kömək olsun. Və burada Məmməd Arazın gözəl şairin fikri yadıma düşdü. Yenə o gözəl misralar. Vətəndir mənə oğul desə nə dərdim, mamur olub qayasında bitərdim. Mamur olub bu vətənin qayasında bitən oğullardan biri də Zeydullah qardaşımızdır. Polkovnik Zeydullah qardaşımızdır. Və nə yaxşı ki, gözəl insanlar, bu döyüşkən oğullar, canını, qanını bu vətən yolunda keçməyə hər zaman hazır olan oğullar var. Sözdə yox ha, əməldə, əsl cəngavər oğullar var ki, canlarından keçirlər. Hər zaman hazırdılar vətən yolunda. Təşəkkür edirik o oğulların hər birinə və o cümlədən də mən Zeydullah qardaşımıza təşəkkürümü bildirirəm. Allah kömək olsun, Allah balalarını xoşbəxt eləsin, gözəl insanların, gözəl oğulların, vətən oğulların. Allah köməyiniz olsun dostlar, görüşənə dək.